1623-24-cü ildə Böyük Səfəvi ordusu yenə Kaxetə yürüş verib. Peykar xan 24 Qacar Kaxet valisi idi. Mavravi bəy Gürcü, Qərçiqay xan, Yusuf xan Şirvan bəylər, Məhəmmədqulu xan Ziyadoğlu Qacar, Qarabağ bəylər iştirak edib bu yürüşdə. Bu yürüşdə nə böyük hadisə baş verdi. 10.000 nəfər Gürcü, hansı ki Səfəvilərlə bir yerdə yürüşə çıxmağa hazırlaşırdılar. Hamısının üzünə qiyam görsənirdi. Ona görə Qərçiqay bəy, hansı ki özü Gürcü idi, 10.000 Gürcünü silahsız eləyib, onları hamısını məhv elədi. 10.000 Gürcü. Hansı ki bu böyük rəqəm idi. Mavravi Gürcünün bu xoşuna gəlmədi. Nəsə Mavravi Gürcü qiyam elədi. Hansı ki 10 il İslamı qəbul eləmişdi, 10 il müsəlman idi. Xristianlığa qayıdıb Səfəvilər qarşı qiyam elədi ordusa. Səfəvi ordusu 120 min nəfərdən ibarət idi mənbələrə görə. Ümumiyyətlə o dövrdə Azərbaycanda 4 bəylər bəyi var idi. 4-dən 3-ünü Gürcülər idarə edirdi. Gürcü qulamları, hansı ki əmir mənsəbinə qədər yüksəlmişdi Şah 1-ci Abbasın hakimiyyəti dövründə. Deməli 1-ci Mavravi Gürcü qiyam eləyir, Səfəvi dövlətinə üz döndərir. Ən birinci Qərçiqay xanı Azərbaycan bəylər bəyidir, onu öldürür qəfildən. Nizənin soxu bir tərəfindən gəlir, o bir tərəfindən çıxır. Sonra onun oğlu İmam Verdi bəyi, bir də Şirvan bəylər bəyi Yusuf xanı öldürür qəfildən. Sonra əlavə 4 nəfər əmir də öldürülür. Yusuf xan Şirvan bəylər bəyidir. Sonradan hətta Qarabağ bəylər bəyi də Davud Gürcü təyin olunur. O da Şah 1-ci Səfin hakimiyyəti dövründə Qarabağ bəylər bəyi olmuşdu. Davud Gürcü qiyam eləmişdi. Amma Şah 1-ci Abbasdan fərqli, Şah 1-ci Səfinin fikri tamam başqa idi. O hakimiyyət dövründə bütün bu Gürcülər hamısı qətl elədi, demək olar Gürcü əmirlərini, hakimləri. Hətta o vaxt Xorasana, Farsı belə Gürcü əmirləri idarə edirdi. Belə bir şey, bir də Sovet İttifaqını görmək olur. Bir çox Gürcülər, Stalin, Gürcüstan, məsələn, Sovet İttifaqının rəhbəri idi. Sonra Gizli Fransa, Gürcüstan, SSR-in bir çox bölgələrini Gürcülər idarə edirdi. Bundan sonra 120 minlik Səfəvi ordusu geri çəkilir, əmirlərsiz, başçılarsız qalmış. 7 gün ərzində mənbələrə görə Gürcülər 120 minlik Səfəvi ordusunu 70 minə qırırlar. Sonra çoxlu əsir götürürlər. O ki var taliyirlər Səfəvi ordusuna. Həmin ildə 1624-cü ildə Kür sahilində Peykar xan 24 Qacar geri çəkilərkən yenə Mavravi Gürcü onu satıb, onu məğlub eləyir. Sonra Mavravi Gürcü neyinir? Qırlanquc qalasına alır, sanki döyüşsüz. Orada 50 xarvar ipək əldə eləyir. Bundan sonra Tiflisi mühasirəyə alır. Tiflisi Səfəvi əmirləri Nuri, bir də ki Şatır Şahı müdafiə edirdi. Amma onlar Mavravi Gürcünə qədər dilə tutsa da onlar təslim olmurlar Gürcülərə, Mavraviyə. Bundan sonra Mavravi Gürcü hətta Azərbaycana yürüş edir. 1624-cü ildə Gəncəni döyüşsüz alır. Gəncədə çoxlu, Gəncəni o ki var talan eləyir. Buna görədir ki, bir müddət Şah 1-ci Abbas Qarabağ bəylərbəylikdən Ziyadoğlu nəslini kənar eləyir, ora Davud Gürcünü təyin eləyir. Şah 1-ci Abbasın da belə qəribə əmirləri var idi, yəni fərmanları. Yəni görürdü ki, Mavravi Gürcü qiyam eləyir, bu qədər Səfəvilərə ziyan yetirdi, bu qədər 70 min qızılbaş öldürüldü 7 gün ərzində Gürcüstanda. Osmanlılarla 30 illik müharibədə Şah 1-ci Abbasın hakimiyyət dövründə bu qədər itkilər verməmişdi qızılbaşlar. Amma görürsün, təzədən bir də Gürcünü, başqa Gürcünü Qarabağa bəylər bəyi təyin eləyir. Həqiqətən başa düşmək olmur. Deyirsiniz, qızılbaş əmirlərə fərqli, Gürcü qulamları sanki güya daha etibarlıdır, mərkəzə birbaşa vergi verirlər. Qızılbaş əmirlər kimi soyuq tala bilmirlər, yəni özlərinə çox şey götürə bilmirlər. Amma yenə də çox bunlar da etibarsızdır, bunu göstərdi. Gəncəni alır, sonra 2 ay ərzində demək olar ki, Mavravi Gürcü Şərqi Gürcüstanı tamamilə qızılbaşlardan azad edir. Bu 70 min, bu böyük məğlubiyyəti eşidən Şah 1-ci Abbas deyilənə görə hətta o qədər pis olmuşdu, 8 gün otağından çıxmamışdı. Amma 1625-ci ildə gələn il 80 minlik yeni ordu göndərir Gürcüstana yürüşə. Gürcüstana yürüşə Sərdar İsaxan Qorçubaşı idi. Ondan əlavə Qazax xan Çərkəz, keçmiş Gilan Lahıcan Darıqası, yeni Şirvan bəylər bəyi idi. Sonra Əmirgünə xan Qacar, Şahbəndə xan Təbriz bəylər bəyi, İmamqulu xan Fars bəylər bəyi idi. 2 ordu, 20 minlik ordu ilə Mavravi Gürcü onları Tiflis yaxınına qarşılaşdı. Tiflis yaxınlığında Gümüşlü adlanan yerdə Algetçay sahilində
1 iyulda 1625-də böyük döyüş olur. Hər iki tərəfdən 100 minlik döyüşçünün iştirak elədiyi. Marav və Gürcü ordusuna Marav idi başçılıq edən. O qiyamçı Kartli hakimi idi. Sonra Təhmiraz, yəni Teymraz Kaxet hakimi, Atabəy sonra Mesx hakimi, Mənüçöhrün oğlu, Əmir Mehran, Ağa Tengiz, İqbal bəy, Bicən bəy, Zöhrab bəy başçılıq edirdi. Əvvəlcə 4 dəfə az olmasına baxmayaraq Gürcülər Qızılbaşlar üstün gəlmişdi. Qızılbaş ordusunun böyük bir hissəsi dağılmış demək olar ki, sol sağcına. Amma mərkəz möhkəm dayandı. İsa xan Qorsubaşın başçılığı edirdi. Getdikcə də Gürcülər sıxışdılar, Gürcüləri geri çəkilə məcbur elədilər. Qaçan Qızılbaş ordusu qayıdır, təməl ki, Gürcü ordusu darmadağın olur tamamilə. 20 minlik Gürcü ordusunun 10 mini qırılır bu döyüşdə. Səfəvilər 1000 nəfər içki verirlər. Gürcülərdən sonra Təhmiraslı Kaxet hakimi öldürülən sırasında Əmir Mehran öldürüldü. Ağa Tengiz, İqbal bəy, Bicən bəy, Zöhrab bəy öldürüldü bu döyüşdə. Bu döyüşdən sonra 1625-ci ildə Qara Qalxan qalası təslim oldu. Qazax xan Çərkəz, Şahbəndə xan, sonra Xosrov Mirza, Bağrat Gürcünün qardaşı iştirak etmişdi Qara Qalxan qalasına. Amma yenə də Qara Qalxan qalasından çəkilən Qızılbaş ordusuna qəfildən Gürcülərə hücum edib bir məğlubiyyət də burada olur. Bu döyüşdə Şahbəndə xan Türkmən öldürülür. Sonra Qazax Çərkəz əsir alınır, sonradan azad olur. Şirvan bəylər bəyi idi. Demək olar ki, Gürcülərlə müharibə biraz sonra bitir. Necə olur? Təhmiraz sonra Marav və Gürcü ilə Təhmiraz arasında döyüş olur. Kartli Kaxet hakimləri arasında. Təhmiraz Marav məğlub edib, Marav və Gürcüstana qalsa, Təhmiraz özü də Səfəvilərə tabe olur. Bununla da Gürcüstanda qiyam bitir. 1613-cü ildən başlayan 25-ci ilə kimi 12 il davam edən Təhmirazla Maravın qiyamı beləcə bitir. Gələcəkdə görəsiniz ki, Şah birin Səfəvin dövründə artıq Qarabağ bəylər bəyi Davud xan Gürcü qiyamı eləyir. Başqa bir yerdə bu barədə bəhs edəcəm. Bir də onu deyim ki, bu döyüş, yürüyüş hansı ki, bundan biraz əvvəl olan 70 min Qızılbaş öldürülmüşdü. Çox qəribədir. Sanki bundan əvvəl Şah Abbas Gürcüstana yürüyüş edəndə 60-70 min Gürcü öldürülmüşdü. Bu da sonra Səfəvlərin bu yürüyüşündə o qədər təxminən Qızılbaş öldürüldü. Yəni sanki bir Allahın cəzası idi o boyda Gürcülər qətlinə görə. Bu ən qanlı yürüyüşlər, Gürcüstana olan ən qanlı yürüyüşlər məhz Səfəv dövləti yaranan bəri Şah 1-ci Abbasın hakimiyyəti dövründə oldu. 90 minə yaxın Gürcü öldürüldü, 70 minə yaxın Qızılbaş öldürüldü. Hər iki tərəfdən 160 min içki oldu. 200 min Gürcü Xorasdan sürgün olundu Kaxetiyadan. Təsəvvür hər iki tərəfdən 360 mindən artıq insan öldürüldü və ya itkin düşdü və yaxud əsir aparıldı. Dinlədiyiniz üçün sağ olun. Başqa bir videoda görüşənər.